Piraşkinin içine var ya, geçe şey vurursan et. Sen ne güzel olur. Ay Məhdun, 6 ördəyi hara? Az yedik tanım, neçə nəfər idik? Beş nəfər idik. Yedik tanım. Baboşun bacısı sen? Yok, halası kızı. Baboşa da ver. Vallahi kalsa veririm, niye vermirəm? Evdə qonağımız var, bana kadına. O gündən beri evdə qonaq var. Allah hamd olsun, qonağımız var. Baboş özü 5 nəfərdir. Yiyən adam. Vallahi mən baboşdan çox yiyirəm, inanırsınız. Dünən hamı doydu, mən doymadım. Küsmüşəm səndən. Haqqı. Bilirsən də bəzi şeylər deyə bilmirəm. Mən də biraz nəzərə al, xahiş edirəm. Yoxsa deyərəm. Biraz mənim nəzər. Kartoflu da, Kimdir qonaq? Mamamgil. Bakıda böyüdüyüm Mamamgil. Salam qadınım, Qəsənova. Gecə niyə? Ay can, mən tez yatıram da. Baboş gördü də. Mən gecə oyaq qalmıram. Hayf deyil gecə yatmaq. Günüz şey elirsən, səhər, gündüz axşama kimi yat. Gecə də səhərə kimi beyquş kimi oyaq qal. Sən də qurət olsun ayna. İndi hələ bugün gec durmuşam. Baboş gildə gec yattım biraz, 3'də yattım. Səhər-səhərdə durdum, namazımı qıldım, durdum, gəldim bura. Evə yata bilmədim yaxşı. Çünki yuxum qaçdı oradan bura gələnə kimi. Yani paylaşın, məni takip eləyin. Gətirin bir ikisini ağzıma qoyun görməklərdir. Məhdun harda qalır ki? Kim deyirsən harda qalır? Məhdun harda qalır ki? Mən Bərdədə qadası. Kuzum niye bir orada? Akıl qaldı. Bunun içine boran da vurmaq olur, kələm də olur. Mərcini qaynadırsan, mərcini də vurursan, elə gözəl olur. Necəsən, sağ ol, sən nə təzə. Səni çox istəyirəm, çox sağ ol aşkım. Ağzını fərqlərim. Barışmışsız sən. Bu kadar, bu ya. Salam necəsiniz olsun, sağ ol qadın hamı biləm gəlim. İçərdə yox, aldı pərskin itaqları yox. Mən takip edin də gözəlləm. Bütün da. Mən ona biraz yürənə. Amma hiss olunur ki, ürəyim tam nə? Oxuyamadım. Takip edənlər çox sağ olun qadınlarım. İndi nə? Barışıqlar, amma o başa düşmədim. Amma hiss olunur ki, ay da getdi oxuyamadım. Baboşu çağırtırım. Bura baboşun evidir. Bizdə nə var? Hava istəyir, gəlsin, geçsin. Gəlsin, geçsin. Mən ona havaqsa demişəm, gəlmə bizə. Burada onun öz evidir. Onu çağırmağa ehtiyaç yoxdur, başa düşürsən.
Hiç mən birdən deyirəm, babuş gəlirəm sizə. Deyir ki, məni çağırmır ki. Çağırır deyir, çox vaxt da çağırır, demirəm. İndi oldu da nə istəmişdim, qardaş, bax, gələrdi bizə. Anam yoxdur, mənim yemək pişirənim yoxdur. Gələrdim, pişirərdim, yeyərdik. Burada nə var ki, dalaşmaqlıq bir şey deyil. İndi oldu da dostlar. Söhbətin üstündən başımı bıraxın, üstündən bir il keçibdir. Onu nə mənada deyirsiz, başa düşməliyim. Allah'ım, yok, yok, yok. Yok, az vallahi yok, peroşki tane yesin. Allah hakkı yüzde Kur'an alıştı. Kur'an'ın adına. neler dedik o desin, ne olacak? Vallahi adamlar tanıyacağım ki, bacı kardeş birbirine bilsen neler değiller. Hiç mən dünən demədmə canlar üçün, özü dedi aç. Dedim canım, mən ona dedim ki, sən canını aç, dedi yox, sən aç. Şimdi bir yerdə, dedi sən aç. Vallahi pişirəbilsən, babaşı hamurunu yoğursun, kartofunu zadını, belə mən hamısını eləyərəm, pişirək orada. Pozu evi ilk götürəcəyi o, bax bizdə çöldə çöl xunasıdır, balkondur. İdaqlı gedir çölə, amma orada onunki evin içində ona demişəm ki, çöldə özünə bir xuna ayır. Çöl xunasıdır, yemək iyi və dağılmasın. Gəlib siz də yesin, hava istəyirsən, desin hanıma deyib pişirsin, deyək. Problem yoxdur. Mühallar qoy. Mehlə panetkası o zaman ki, ayağımı soymamış canlaşam girəm içəri. Sən yaxşı olansa, sağ ol, Rafi, göpürəm sənin. Mən də qarın peroşkisi, sonra mərci peroşkisi bir gözəl olur. Allah'a Allah. An içərdə. Sladkaya necə söyləyəm, privet. Aspirator, ne kadar olsa da. Teşekkür ederim. Приятно, спасибо. Ну что, сначала к этому. Ne yaptı dedi ya, yanacıydım. Bir şey yağır, lezzet ediyor. İnanmıram. Yarım gözleyir benim, eğer yarım vefalıdır, yerin gözleyir benim. Yerin gözleyir benim, yerin gözleyir benim. Üstümüzden uçtu külek, üstümüzden kaçtı külek, şen zarafat şirin kelem. Yüz mehribana ileyi, yüz mehribana ileyi. Baba peroşki. Dur gel bize. Dur gel bize yiyelim. Gel bize yiyeyim. Şimdi durmuşam ey baba şoxudan. Gördüm anam peroşki şeyli. Dedim bu çalmasın özüm yiyeyim. Maraqlı olsun biraz çalma. Arkadaşlar çok sağ ol. Necəsən? Maşallah günün olsun. Baba dur gel bize Allah haqqı hər. Durmamışam. Sizden geldim ey səhər-səhər. Halda olsa belki de ne bileyim 11 zat idi yuxuya keçəndə. İçine de durdum. Gün yarısında. Kartalı var kadar niye yok da. Dur gel bize baboş. Allah hakkı düz diyelim. Mamam konaklarımız da var. Mamam da Bakı'dan geldi. Seni çok istiyor gözler. Həmişə 30 saat alır.
Türkiye bize de sen de görsün. Sevdiğim piraşki. Ha, çok sağ ol Aysan. Ne yapıyorsun piraşkinin? Bilen çıktı, yazmışsanız yandırarım. Niye yoktu ki? Yani diyelim bize gelsin bana yedi konağımız da. Diyelim kalacak ki yani onu diyelim. Gelsin sizin ye. Lezzetli diyeyim. Daha böyle. Ondan sonra da aslında piraşkı benimle mezelerdi. Piraşkı reseptini bilmişsen. Benimle mezeleniyor musun aslında? Size hakkı piraşkının reseptini diyeyim. Belki dikkatten soruşur, mezelenir. Belki de bilmiş soruşur. Bu ben diyeyim. Hakikaten değilim. Ha mezelenmeden. Zarfat eylem. Mezelenmek diyeyim de zarfat eylem. Bu uşaqlarım onun şeyliyim. Bir dakika dayanın. Tamam. He, piraşkinin içine hamırdı, unu töktün, 2 tane yumurta vurursan, biraz mayonez vurursan, biraz smetan vurursan, smetan vurursan, droşunu da qıraqda eləyirsən, droşu da qıraqda qoyursan köpür. Sonra 2 qaşıq da yağ, bak dedim, 2 tane yumurta, 2 qaşıq yağ, duru yağ. Smetan bir de mayonez karıştırırsan qəşəngcənə. Ondan sonra droşu da qıraqda gəlir. Ondan sonra qatırsan onun içine. Yoğurursan acıyanda onun indi səngə piraşkisini yedə. Tuz da. Hə, tuz demədim. Ne tuz? Hə, tuz da. Dünyaya oynar. Hocam dünya.